Dünya çempionatı başladı və başlamağı ilə də müzakirələri ardınca gətirdi. Dünya çempionatı tarixində ilk dəfə də belə hadisə olur ki, açılış oyununda birdən-birə 3 qırmızı vərəqə verilir və 22-ci il məsələn dünya çempionatında bütün turnir boyu 4 qırmızı vərəqə verilmişdi. Burada isə açılış oyununda ilk oyunda 3 qırmızı vərəqənin verilməyi xeyli müzakirəyə səbəb oldu Meksika və Cənubi Afrika Respublikaları arasında. Digər məsələ isə məşqçi ilə bağlıdır. Cənubi Afrika Respublikasının məşqçisi Hugo Broos ən yaşlı məşqçilər siyahısına daxil oldu. 74 yaşında komandanı dünya çempionatında oyuna çıxartdı. Digər bir tərəfdən isə Çekiyanın baş məşqçisi, o da 74 yaşında, Hugo Broosdan bir neçə ay böyükdür. O da komandasını dünya çempionatına çıxartdı, amma Curaçao oynasa, Curaçao'nun baş məşqçisi Dik Advokat hamımızın yaşlandı. O da 78 yaşında. Bu dünya çempionatının ən yaşlı baş məşqçi statusuna layiq görüləcək. Digər bir məsələ isə Cənubi Koreyanın Çekiya üzərində qələbə qazanmağı bu xeyli müzakirə yaratdı əslində. Bu baxımdan A qrupunda çox gərgin mübarizə gedəcək. Çekiya, Cənubi Koreya, xüsusən Meksika arasında, bu üç komanda arasında. Digər bir məsələ isə hakimlə bağlıdır. Xatırlayırsınızsa, Ömər Artan, Somalili hakimi Amerika Birləşmiş Ştatları buraxmadı ölkəsinə. Baxmayaraq ki, viza vermişdilər, sonra amma onu müəyyən qruplaşmalara daxil olmaqda ittiham elədilər və bu səbəbdən də o qayıtdı ölkəsinə. Amma FIFA ilə çox ciddi rəqabət aparan UEFA götürdü hakimə UEFA Superkubokunun finalını həvalə elədi. Adətən bu UEFA Superkubokunun finalını 2 gün qalmış, 3 gün qalmış verirlər ki, təzyiq eləməsinlər hakimə, danışılmış oyun olmasın, hakimdən hansı bir razılığa gəlməsinlər və s. Amma indi neçə vaxt qabaqdan, neçə gün qabaqdan, neçə ay qabaqdan artıq hakimi elan elədilər. Ömər Artan UEFA Superkubokunun finalını, daha doğrusu UEFA Superkubokunu idarə eləyəcək.